Bismillahirrahmanirrahim. Salamlayıram sizi dəyərli tamaşaçılar. Bugün artıq Ramazan ayının 23-cü günüdür. Və artıq biz 3 Qədr axşamını geridə qoyduq. Bugün də Qədr günüdür, Əhya günüdür və yenə də dünyadakı Həzrəti Əli sevənlər, ədalət sevənlər, Həzrəti Əli əleyhissalamın şəhadəti münasibəti ilə bu günlərdə əzadarlıqlar, mərasimlər təşkil edirlər. Ümidvaram ki, Allah əzadarlıqlarınızı, iftar süfrələrinizi, dualarınızı və ibadətlərinizi ən ali dərəcədə qəbul etsin. Əlbəttə bizi də öz xeyir dualarınızda, məxsusən Ramazan ayının bu son 10 gecəsində ki, Peyğəmbər əhya saxlayardı, çox dua ilə məşğul olardı, bizi də dualarınızda unutmayın inşallah. Biz ötən dəfə Həzrəti Əli əleyhissalamın necə şəhadətə yetməsi barəsində danışırdıq. Bu dəfə də mövzumuza davam edəcəyik ki, Həzrəti Əli əleyhissalamın vəsiyyəti, dəfn olması barəsində maraqlı bir neçə nöqtələr qalmışdı ki, onları sizin nəzərinizə çatdıracaq. Qeyd etdik ki, Əli əleyhissalam şəhadət yatağında olanda artıq təbib deyir ki, zəhər onun bütün vücuduna, məxsusən də beyninə sirayət edib və artıq o son anlarını və son günlərini yaşayır, ona vəsiyyət etməsini tövsiyə edir. Və Əli əleyhissalamın əmri ilə, İmam Həsənin buyruğu ilə səhabələr qapıdan dağılırlar, evlərinə gedirlər. Yalnız və yalnız Əsbəğ İbni Nəbatə adında bir səhabə qapıda qalır. Və İmam Həsən nə qədər, neçə dəfə ona israr etsə də o qapıdan getmir. Və özü də tarixdə qeyd olunub ki, Əsbəğ İbni Nəbatə Əli əleyhissalam içəridə şəhadət yatağında yatarkən qapıda zar-zar ağlayır və Əli əleyhissalamdan görüş istəyir. Və Əsbəğ İbni Nəbatənin bu dözümsüzlüyünə İmam Həsən tab gətirmir və Əli əleyhissalamdan icazə alaraq onu içəri daxil edir, İmam Əlinin yanına. Əsbəğ İbni Nəbatə özü nəql edir ki, mən Əli əleyhissalamın yanına daxil oldum, o şəhadət yatağında yatırdı və onun başına, yaralanmış başına sarı rəngdə bir parça bağlamışdılar mübarək başına. Və qeyd edir ki, tarixdə onun dilindən qeyd olunub ki, Həzrəti Əli əleyhissalamın rəngi zəhərin təsirindən elə saralmışdı ki, həmin o parçadan rəngi daha sarı rəngdə idi. Yəni parça ilə onun surətinin rəngini bir-birindən ayırmaq çətin idi. Və hətta qeyd edir ki, o zəhərin təsirindən bir ayağını uzadıb bir ayağını çəkirdi və təkrar bir ayağını uzadıb digər ayağını yığırdı, yəni çəkirdi yuxarı tərəf. Belə deyək ki, yəni zəhərin təsirindən əzab içində idi. Bədəni əziyyət olurdu və Həzrəti Əli əleyhissalam bu halətdə olarkən qeyd edir ki, mən dözə bilmədim onu bu cür görməyə və Əli əleyhissalam ona buyurur ki, Əsbəğ, mən sənə demədim ki, mən Həsənə demədimmi ki, sizə desin ki, siz evlərinizə gedin və Həsənin sözü mənim sözümdür. Əsbəğ İbni Nəbatə deyir ki, ya Əli, mən Allahın höccətini burada can verən halda qoyub gedə bilmədim. Yəni bədənim mənə kömək etmədi, ayaqlarım mənə kömək etmədi getməyə və istəyirəm ki, son ləhzələrdə mənə hansısa bir tövsiyələr edəsiniz. Əli əleyhissalam onu işarə ilə öz yanına çağırır. Bu zaman Əsbəğ deyir ki, mən Həzrəti Əlinin yanına gələndə zəhərin təsirindən onun çapaladığını gördüyüm zaman mən dözə bilmədim. Həzrətin ayaqlarını qucaqladım və onun ayaqlarını öpdüm və gözlərimi, üzümü onun ayaqlarına sürtüb təbərrük etdim. Və Əsbəğ bu işi gördükdən sonra İmam Əli əleyhissalam başlayır ona tövsiyələr etməyə və bu tövsiyələr çox uzun olduğu üçün mən qeyd etmirəm, amma ona vəsiyyət edir, ona tövsiyələr edir, Peyğəmbərin sözünü çatdırır, vəsiyyətində bir neçə tövsiyələr edir. Bu özü onu göstərir ki, Əsbəğin ona böyük məhəbbətini və israrlı şəkildə qalmasını və o ki, israr edirdi, israrlı şəkildə tələb edirdi ki, İmam Əlini görsün, İmam Əlinin yanında olsun. Müvəffəq olur ki, İmam Əli ilə son görüşü olsun, İmam Əli ilə vidalaşsın və İmam Əlidən tövsiyələr əldə etsin. Amma tarixdə bir neçə fakt var ki, həqiqətən də ürək ağrıdandır. Yəni insan oxuduğu zaman baxır və Əhl-i Beytin məzlumiyyətini görür. Əli əleyhissalam artıq təbibin sözündən sonra İmam Həsəni yanına çağırır və öz övladlarını yanına çağırır, başlayır vəsiyyət etməyə. Vəsiyyətində bir şey də olur ki, İmam Əli əleyhissalam
İmam Sadiqdən də hədisdə var ki, İmam Həsənə vurğulayır, öz sözlərini deyir, Peyğəmbərin nübüvvətini, Allahın birliyini, bütün bu şeyləri qeyd etdikdən sonra onları düzgün olmağa dəvət edir, yetimləri sifariş edir və Allahın yoluna dəvət edir, deyir Allahı unutmayın, qonşuları unutmayın. Bütün vəsiyyətində bir çox şeyləri qeyd etdikdən sonra İmam Həsəni yəni doğru yolda qalmağa, düzgün danışmağa, çirkin sözlərdən uzaq olmağa, sözsüz ki, bu şeylər İmam Həsənə, İmam Hüseynə şamil deyil idi təkcə. Yəni, əslində o bilirdi ki, onlar Allahın höccətidir və ismət məqamına sahibdirlər. Lakin onlara etdiyi tövsiyələr ümmət üçün olan tövsiyələr idi ki, o öz övladına tövsiyə edərək digər insanlara da bunu çatdırırdı. Və İmam Həsənə öz, yəni, dəfni ilə bağlı bir neçə tövsiyələr edir ki, dəfni ilə bağlı vurğulayır ki, 4 dənə qəbir qazılsın. Yəni, onun üçün 4 dənə qəbir qazılsın və o 4 qəbrin qazılmasının illəti və səbəbi də bu olur ki, insanlar onun həqiqi qəbrinin harada olduğunu bilməsinlər və gizli qalsın qəbri. Bu yerdə həqiqətən də Həzrəti xanım Fatimə Zəhra yada düşür ki, bu nə qayda qanun idi ki, Allahın höccətinin evində bu sünnətə, bu yəni adətə əməl olunurdu. Əli əleyhissalam da sifariş edir ki, onu gizli şəkildə dəfn etsinlər, onu gizli şəkildə kəfən etsinlər və gecə vaxtı onu dəfn etsinlər ki, heç kəsin bu dəfnindən xəbəri olmasın. Yalnız və yalnız onun övladları və xas bir neçə səhabə olur onun dəfnində və hətta orada deyir ki, filan yerdə mənim əsl qəbrim olacaq və oranı qazdığınız zaman görəcəksiniz ki, orada bir parça var ki, bir taxtadan bir parça var ki, mənim yəni Həzrəti Nuh bunu mənim üçün saxlayıb, dəfn edib yerin altında və o parça ilə də ləhət kimi, o taxta parçası ilə ləhət kimi istifadə etməsini yəni vurğulayır. Yəni qəbrin üstünü onunla örtməsini vurğulayır. Həzrəti Əli əleyhissalam 4 dənə yer ki sifariş etmişdi. Onlardan biri də həmin Nəcəf şəhərində indiki qəbrinin olduğu yerdir ki, illərlə gizli qalmışdı və məhz İmam Sadiqin dövründə həmin o qəbir aşkarlandı. İnsanlar üçün Həzrəti Əli əleyhissalamın həqiqi qəbrinin yəni harda olduğu İmam Sadiqin dövründə məlum olur insanlara. Və qeyd olunur ki, Həzrət bütün vəsiyyətini etdikdən sonra cümə gecəsi Hicrətin 40-cı ilində Ramazan ayının 21-ci gecəsində şəhadətə yetişir. Şəhadətə yetişir və hətta o deyir ki, məni kəfənlədikdən sonra, məni Peyğəmbərin qoyduğu o hənut etdikdən sonra, yəni behişdən gələn hənutla hənut etdikdən sonra məni yəni kəfənləyərsiniz, kəfənlədikdən sonra ki, miniyə qoyacaqsınız, icazə verin miniyi özü geçsin. Yəni siz onu çəkib aparmayın. Miniyi özü geçsin və mənim əsl qəbrimin harda olmalı olduğunu o sizə göstərəcək və o yeri qazarsınız. Orada Həzrəti Nuhun yazıb qoyduğu bir taxta parçası olacaq ki, onu da mənim qəbrimə qoyarsınız. Və İmam Sadiqdən də qeyd etdim ki, 4 qəbir yəni sifariş olunmuşdu Həzrət Əli əleyhissalam tərəfindən İmam Həsənə və 4 qəbir də qazıldı. İllərlə Həzrətin qəbri gizli şəkildə qaldı və bugün hamımızın ziyarət etdiyi Nəcəf şəhərindəki o müqəddəs ziyarətgah ki var, Həzrət Əli əleyhissalamın ziyarətgahı, o ziyarətgah, o qəbir məhz İmam Sadiqin dövründə aşkarlanır və şiələrin böyük bir ziyarətinə çevrilir. Və bu tarixdə qeyd olunur ki, düşmənlərin fitnələrinə görə idi ki, necə ki Həzrəti Zəhra inci şəkildə zülm olunaraq şəhadətə yetişir və sonra qəbrinə hörmətsizlik olmasın deyə gizli dəfn olunmaq istəyir və Əli əleyhissalam onun üçün neçə dənə qəbir qazır ki, qəbri bilinməsin. Eləcə də Həzrət özü də Xanım Fatimə Zəhra kimi gecə vaxtı kəfənlənir, gecə vaxtı dəfnə doğru gedir və gizli şəkildə dəfn olunur. Və qəbri də bir müddət tarixdə məlum olmur ki, düşmənlər onun qəbrinə ehtiramsızlıq etməsinlər. Və bugün də mövzumuzu bu tarixi faktlarla, nöqtələrlə sona yetirdik. İnşallah ki, gələn dəfə maraqlı mövzularda söhbətimiz olacaq. Bizi izləməyə davam edin. Allah ibadət və itaətlərinizi qəbul etsin inşallah və bizi də dualarda unutmayın inşallah.